Həftəlik bürcülər, qoçlar, şirlər, oxatanlar, od ünsürləri 11 maydan 18 maya doğru nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar bu həftə şəxsi həyat, sağlamlıq hamısını bir qırağa qoyuruq. Bizə bu lazım deyil. Bizə lazım olan maddesal sferamızı dəngələşdirmək, maddesal sferamızı düzəltməkdir. Çünki bu həftə həqiqi mənada maddiyyatla əlaqədar elə bir problem, elə bir udar, gözləmədiyiniz israf, oğurluq, pulla bağlı elə bir ki, özünüzdə olmayacağınız pul maddiyyatla işlə əlaqədar elə bir probleminiz olacaq ki, qoşular. Sanki belə deyim də, birdən-birə boşluğa düşəcəksiniz. Öz-özlüyünüzdə peşmançılıq, öz-özlüyünüzdə yarımçıqlıq, hər şeyə qarşı boş bir şəkildə belə deyim, donmuş bir vəziyyətiniz olacaq. Şəxsiyyəti niyə görə dedim boş verin? Çünki şəxsiyyətlə əlaqədar gedişatı zaten bərpa etməyi bacaracaqsınız qoşular. Və bunu hər zaman da kamuflaj eləyərək bacarırsınız. Amma pul maddiyyatla əlaqədar alacağınız addımlar, daha sonrasındakı danışıqlarınız sərt formada özünüzü mühafizə etmək, özünüzü qoruma formasında bu gedişat normal gedişat deyil və bunu belə deyim də ayın 15-i 16-sına qədər çox ciddi şəkildə fikir verməlisiniz. Çünki itkiləriniz çoxdur. Pul olaraq, maddiyyat olaraq stabil gedişatınız normal vəziyyətdə deyil. Bu qoçlar sizlərə aiddir. Hamiləlik, sağlamlıqla əlaqədar qoç bürcülü qadınlar nə varsa bu həftə ovulyasiya həftəsidir. Belə deyim də bədəninizi, özünüzü, gedişatınızı tamamilə jensko qadın enerjilərinizin güclənməsi üçün meditasiyalar da edə bilərsiniz, özünüzü gücləndirə bilərsiniz. Amma başqa bir şey deyəcəm. Ayın 15-nə qədər pul maddiyyatla bağlı aldığınız udardan çıxa bilsəz, həftənin sonlarına doğru belə deyim də, şənbə, bazar günlərinə doğru elə bir insanla danışığınız ola bilər ki, sizi üst pilləyə çəkə bilər, sizi yeni məlumatlar verə bilər, yeni bir başlanğıclar edə bilərsiniz, özünüzü yeni gücləndirmək baxımından. Uğurlu olacaqmı? Ciddi bir şəkildə uğurlu bir sferada olacaqsınız. Ümumi dəngələşdirsək, içinizdə olan öfkəviz də normaldan çoxdur, bir balaca bunu yatırtmalısınız. Qoçlar ümumi dəngələşdirməyə çalışsaq, ümumi 71%-ə qədər həftəvizi uğurlu edə bilərsiniz. Şir bürcülərinə gələndə isə Plutonun retro vəziyyətinin bir küləyi də sizə dəyəcək. Keçmişdən yarımçıq sağladığınız bəzi insanların sizə qarşı hərəkətləri, sizə qarşı danışıqları sanki haqsızlığa düşdüyünüzü görəcəksiniz. Keçmişdən olan insanların sizə qarşı hərəkətlərində bir balaca qəlb qırıqlığı, bir balaca yarımçılığınız olacaq. Bir balaca gizlənmiş vəziyyətiniz olacaq. Amma evren bu həftə sizə o qədər gözəl şans verir ki, maddesal olaraq, şəxsiyyət olaraq, özünüz olaraq şir bürcülər bundan istifadə etməlisiniz. Həqiqi mənada tamamlanmağınız üçün, zamanı əl almağınız üçün, gözünüzün qabağında olan şanslardan istifadə etmək üçün mükəmməl bir zaman verəcək sizə. Deyinə də olsa, maddiyyatınızdan, iş pulun itkisindən bağlı narazılıqlarınız olmasına baxmayaraq çox gözəl maddesal dəngənizi bərpa etməyə bacaracaqsınız və o gücünüzü toparlayacaqsınız. Bu daşı belə deyim, ayın 27-sinə qədər bu şans enerjiniz, şirlər sizin üzərinizdə var və bundan istifadə edə bilərsiniz. Pis həftə deyil, 78-80%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma bu həftə keçmişdən gələn və yaxud da tanıdığınız insanlar kimdirsə onların danışıqlarını külək kimi qəbul etməlisiniz. Çünki Plutonun retrosu var və bu retroda olan problemlər bizim belə deyim də qalıcı deyil, belə deyim də külək kimi gələcək, onun enerjisində olmağa o qədər də ehtiyac yoxdur şir bürcülərim. Uğurlu edə bilərsiniz. Tam uğurlu deyil, amma uğurlu edə bilərsiniz. Zaten sizdə çünki evren sizi bu həftə qeyri-adi şanslarla aktivləşdirə bilər. Bundan istifadə edin. Hər məlumatı qəbul edin. Amma oxatanlara gələndə isə oxatanlar özünüzü depressiyaya salırsınız. Həm mədə-altı vəziniz, mədə-bağırsağınızda, həm qida borunuzda olan narahatçılıqlar, həm boynunuzun arxasında ola bilər vəzlər, ola bilər, bilmirəm, soyuq vaspalinlə əlaqədar olan problemləriniz sizin bədəninizi o qədər yoracaq ki, tam özünüzü istədiyiniz kimi gücləndirə bilməyəcəksiniz. Oxatanlar, özünüzü sıxacaqsınız. Böyük bir super həftə deyil, çöküşlü bir həftə deyil, amma sizin enerjiniz o qədər qarışıq vəziyyətdədir ki, özünüz qəfəsə salacaqsınız, maddesal tam dəngələşdirə bilməyəcəksiniz. Sərt risk edici addımlar atmaq istəyəcəksiniz, bunun zamanı deyil. Qətiyyən bunu addım atmağa ehtiyac yoxdur. Məsafəli bəzi işləriniz olsa bunları edə bilərsiniz. Transport məsafə ilə, yolla və yaxud da bilmirəm, yatırımlarla əlaqədar nə varsa bunları düşünüb dəngələşdirə bilərsiniz. Amma bacarırsınızsa bu həftə daha çox uzaqlaşın, bu həftə daha çox özünüzə vaxt ayırın. Bədən siqnal verir ki, mən yorulmuşam və mənə zaman ayır deyə bədən siqnal verir. Bu siqnallardan istifadə edib bədəninizin, ruhunuzu dincəltməlisiniz. Bunu edə bilsəz, gələn həftələrə doğru aktivləşə bilərsiniz. Çünki bədəninizdə olan enerji o qədər düşür ki, həqiqi mənada deyirəm, bədəninizin stabiliyini qura bilmirsiniz. Amma bunu ciddi bir şəkildə qurmağı bacarmalısınız. Ümumi dəyərləndirsəm, 73-74%-ə qədər uğurlu edə bilərsiniz. Amma bu dəqiqə mən gördüyüm oxatanlar o qədər qocalmış, ruhunuz o qədər solmuş bir vəziyyətdədir. Bunu düzəltməsiz öz-özlüyünüzdə oxatan bürcülər.